Son günlər Sumqayıt ictimaiyyətini narahat edən tüstü və qoxu ilə bağlı şikayətlər əsasında Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən tədbirlər görülüb. Belə ki, şəhər sakinlərinin, xüsusilə inşaatçılar qəsəbəsi ərazisində yaşayan vətəndaşların Sumqayıt şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən 164 saylı qaynar xəttə daxil olan çox saylı şifahi və yazılı müraciətləri əsasında məsələ diqqət mərkəzinə alınıb. Vətəndaşların narazılıqları əsasında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun tapşırığı ilə müxtəlif vaxtlarda ərazidə monitorinqlər keçirilib. Bu məqsədlə İcra Hakimiyyətinin nəzdində müvafiq komissiya və işçi qrupu yaradılıb. Komissiyanın tərkibinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı regional idarəsinin, Sumqayıt şəhər Polis İdarəsinin, Sumqayıt şəhər Prokurorluğunun və digər aidiyyatı qurumların əməkdaşları daxil edilib. Keçirilən yoxlamalar zamanı ərazidə fəaliyyət göstərən metal əritmə, xüsusilə qurğuşun sexində ekoloji tələblərin pozulduğu, havaya normadan artıq tullantıların atıldığı müəyyən edilib. Mütəxəssislər tərəfindən sahibkara dəfələrlə ekoloji normaların qorunması, ətraf mühitin mühafizəsi və insan sağlamlığının təhlükəsizliyinin təmin olunması istiqamətində xəbərdarlıqlar edilib. Maarifləndirici söhbətlər aparılıb. Lakin aparılan xəbərdarlıqlara baxmayaraq, müəssisənin fəaliyyətində nöqsanlar aradan qaldırılmadığı üçün müvafiq akt və protokollar tərtib olunub. Məsələ ilə bağlı şəhər sakinlərinin narahatlığını nəzərə alan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər prokuroru Mürvət Həsənov və Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azədəliyev əraziyə baxış keçiriblər. Onlar sexin fəaliyyəti ilə yerində tanış olub, sahibkarla söhbət aparıblar. Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ətraf mühitin qorunmasının, ekoloji tələblərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb. Sahibkara konkret tapşırıq və göstərişlər verib. Qeyd olunub ki, insan sağlamlığına ciddi zərər vura biləcək qurğuşun tullantıları havaya atılmaqla ürək, tənəffüs və digər ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər. Zakir Fərəcov tərəfindən bildirilib ki, belə hallar təkrarlandığı təqdirdə müvafiq hüquq mühafizə orqanları tərəfindən qanuna müvafiq tədbirlər görüləcək. Sumqayıt şəhər İcra Hakimiyyəti məsələni nəzarətdə saxlayır və vətəndaşların narazılığına səbəb olan bu cür hallar üçün monitorinqlər davam etdiriləcək. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.